یا حضرت محمد olur ya Petreus olur. بسم الله الرحمن الرحیم 16 مهر 94 سوره مبارکه احزاب آیه 44 به بعد. اعوذ بالله من الشیطان الرجیم تحیتهم یوم یلقونه سلامون. Buradan iki cümledir. Ve a'adde lehum ecren kerima. Bu da bir cümledir. Evvel cümle ki tehiyyatuhum yevme bir cümle yelgunehu selamun iki cümle. Tehiyyatuhum selamun bir cümle iştibat edim. Aslında ıslah edeyim sözümü. Yevme yelgunehu. Tehiyyatuhum selamun cümle budur. Tehiyyat anha selam است. مبتدا خبر. تحیت مبتدا و مضاف. سلامون onun گزارشیdir, خبریdir. وسط یوم ظرفیdir. یلقونه özbilen cümledir. O bir kelime fiil, fail mef'uldur. Yelqo fiil ve faili yelqone ve faili hu mef'ulun bih. Yevmedeki muzafdır. Cümle yelqunehu'da muzafın aleyhdir. Mecrudur məhəllə. Bu cümle qutuldu. Ve indi bu vav eləyə bilər, vav-ı ibtida olsun, ya vav-ı ətf olsun. Bir cüdü ki, ikisi də yaraşır. Və əəddə fiil, faili huvə müstətir. Əcrən kərimə də o məfulun bih. Ləhum carrı məcrur mütəllik və əəddə, əcrən məfulun bih, kərimən sifəti əcrəndir. Ya əyyühən nəbiyyü, ya hərfi nidadır. Əyyü münadadır. Məbnidir. Məbni bər zəmmədir. Mənsubdur məhəllən. Ha hərfi tənbihdir. Ən-nəbi sifəti əyyidir. Zahir, onun eyrabından təbəyyət edib, mərfudur. Do nöqtə cümlə inna ərsəlnəkə şahidən bu nidanın cavabıdır. İnna yani innena, inne bəlavi inna. İnne harfi müşəbbətun bil fiil, na onun ismidir. Ərsəlna kə. Ərsəlna fiil, fail, faili nadır. Kə məfulun bihdir. Şahidən eləyə bilər məfulun bih duvum olsun, ya hal olsun kədə. Və hərfi ətfidir, mübəşşirən mətufdur şahidənə, nəzirən də mətufdur mübəşşirənə. Bu miqdar kafidir. Aslında başında nəbiyi biz bədal tutacaq ya sifət? Sifət tutacaq. Düzü budur, sifət tutacaq. Qaidəsi nədir? Qaidəsi nədir? Ziləm yadımızdan çıxmasın. Bə'd-əz əyyuha, ya əyyuha, əgər camid gəlsə, ətf-i bəyan, əgər müştəq gəlsə, sifət tutacaq. Bu düzüdür. Bu müştəqidir nəbi, sifət tutuq. Amma bunlar bəzən nəbi sifət müşəbbəhədir. Bəli. Amma üçün bunları cəhdən bədəl, ətfi bəyan da tuturlar. O da elə bətər fərq eləməz. Onlar da çox qələt deyil. Düzü budur ki, əsələdir. Əyyü əlləzinət olanda, o əlləzinət də camiddir də. Oğlu ilə mənə ətfi bəyan. Ətfi bəyan. Amma müştəq olanda sifət. Bu düzüdür. Bundan qabaqçı ayədə buyurdu ki, Allah huvəl-ləzi yusəlli ələykum və mələikətuhu. Allah bir həqsidir, bir vücuddur ki, durud o salam deyir sizə və firiştələri də. İndi firiştələrin durud o salamın deyir. Təhiyyətuhum, həman yusəllinin bebarətə digəridir. Firiştələrin təhiyyəti nəzir olacaq. Yevmə yəlqunehu, vaxtı ki, firiştələr, müminləri, şəhidləri görəcəklər axirətdə, firiştələr qaçacaqlar bulan qabana, deyəcəklər salamu.
Selamun. Xoş gəlibsiniz. Buyurun. Mənzur budur. Firiştələr yüsəlli. Firiştələrin yüsəllisinin bir qisməti budur ki, behişdə vardır olanda müminlər, onlardan gözəl istiqbal olacaq. Və əddə və Allah da amad eləyib, ləhum bu müminlərə əcrən əsima, əcrə əsimi. Sonra bu şey, ya əyyühən nəbi, ey Peyğəmbər, biz şimdi dedik, sən bu Zeydin xanımısı ki, boşandı, qaldı, dul oldu, sən onu biçar eləmişdin. Peyğəmbər Zeydin xanımısını biçar eləmişdi. Ki, onu xastıqarı eləmişdi, gətirmişdi. Öz bərdəs, azad şödə bərdiyə xanım eləmişdi. Məqam və şəxsiyyəti yenmişdi aşağı Zeynəbin. Özdə əmmə qızıdır, özdə bir dənə mühim tacirinin xanımısıdır. Xob, kiçildi da Zeynəb. İndi bir istəyirlər bu kiçilmələri cöbran eləsinlər, məqam versinlər, ərziş versinlər. Allah tərəfindən dəstur gəldi ki, bu mütəlləqə xanımla bərdə təlaq verilmiş xanımla ki, məqamı çox yenmişdi aşağı, ondan Peyğəmbər izdivac eləsin, ta o məqamı gəlsin üstə. Hamı istəyir ki, Peyğəmbərlə izdivac eləsin. Elə mühim şəxsiyyətlərlə xanımlar, xanavadələr istərlər vəslət eləsinlər, ta imtiyazı və islah hökumətidən, siyasidən, mənəvidən bəhrəmənd olsunlar. Şayad bir də razı olmuyor. İndi məsələn, mümkün bizim bu idarəçilərimizin qızımızı, məsələn, bu rəhbərliyə vermən alım, şayad biz razı olmayaq. Amma 70 milyon içində 100% bilin ki, 60 milyon hasirdir. Ki, qızım verirlər rəhbərə, qoca rəhbərə. Ta bundan imtiyaz kəsb edirlər. Ta bu rəhbərdən məqamat siyasidən, dövlətidən və bir dünya istifadəsi var. İndi hələ rəhbər bir məqam-ı siyasidir. Əgər mənəvi olsa, daha da şəxsiyyət-های mənəviyə də bəzi əfrad yaxınləşərlər. Bəzi böyük müştəhidlərə yaxınləşirlər ki, məsələn, qızlar özdən heybə edirlər. Şəcəryan və ikinci xanımısı bir dənə cavan qızdır ki, sirfi bu işi Şəcəryana söyür. Şəcəryan bir mənəvi adamdır. Lat deyil ki, siyasi bir adam deyil, mənəvi adamdır. Xanımız, oğlu içində oxuyur, o maması yox. Sonradan bir dənə cavan qız, indi əksilər var internetdə, o cavan qız gedib, xahiş, təmənna elib Şəcəryana ki, mənə ağır, mən istəyəm sənə xidmət eləyəm və vaqəndə xidmət eləyəm. Şəcəryana indi 70 xordiyə yaşı var, amma gözü təqribən 50 yaşında görsən. Yaxından baxanda müşəxəs olur, amma uzaqda elə onu cavan saxlayan bir də bu cavan qızdır. Vaqən cavan saxlayan, ruhu yox. Xülasə ərzəmbədə ki, xülasəsi budur ki, bəzi mövqe, bu cür mənəvi əfrad yaxınləşər. Şəcəryandan çox qəvi, nirumən, əlbəttə var, məsələn, fərz vurur futbolistlərə, qızlar həlahdır, nə biləm, ayrı bir tacirə həlahdır, həlak. Amma bir var ki, bir nəfər, məsələn, filan futbolistə, nə biləm, kimindir futbolist, məsələn, Əli Dayıya baz olan, bir də var ki, Şəcəryana baz olan. Məlumdur ki, bu nə məniyə bazdır, nə məniyə bazdır? Xob, bu bazlığı mərdumdan almaq olmaz. Necə bir quşa bazdır, bir şası bulan maşına bazdır, bir nevdən viliyə bazdır, hər bir şeyə bazdır da. Bir də bu şeylə bazdır. Ona görə belə nəcür niyə rəbti verəcəkdim? Aha, şəxsiyyətlərə, mərdum həlahdırlar ki, yaxınləşsinlər. Peyğəmbərlərə də, əzümlə, Peyğəmbər İslama da vaqən bir də istəyirlər ki, Peyğəmbər xanımız olsunlar. Dəlil getdik. Dəlili də keçənki səfədə yoldaşlarımızın müddəsi qayıb edir ki, Peyğəmbərdən gəldilər, təqazayı imkanatı maddi elədilər, bəd az itimam-ı qəzve-i xəndəq. Çün Peyğəmbər ondan sonra imkanatı yox idi, o da Yahudilərin çoxlu pulu düşdü, Müsəlmanların əlinə. Gördülər Peyğəmbər pulu var, gəldilər təqazaya pul elədilər. Peyğəmbər dedi, yox. Əgər mənim xanımsız, mən sizin əzizlərə maddi qəni eləyənmərəm. Amma bir iş görə bilirik, icazə verim, biz mütarək eləyək, mən boşuyum sizi, ondan sonra nədə siz verim da. O xanımlar dilə, yox, istəməyik, qələt eləyik. Elə bir sən fəqr və dözərik, amma sən xanımın olaq.
Bu bir dənə rəmzidir, razdır ki, bunlar Quranda var. Bə, babada qayıb olursan. Keçən elə bu surədədir bu. Necə Quranda var? Budur var. Ayə 29-dur. Elə bu surədir. Bəli, burada bizə qabaq. Bəs buradan bilin ki, Peyğəmbərin izdivacları mənəvidir. Sure Əhzab az şigiftənci surəhay Qurandandır. Hezaran müşkil fikrini, etirazatı həll edə. Məşrut bir adam düzgün düşünə. Xoş. İndi bir o ki, gəldi Zeydin xanımısın, bir dəsturu Allah aldı. Xoş, Peyğəmbər mümkündür ki, zehnindən geçiyi daha şimdi cəmaat nə deyə? İndi buyur ki, ey Peyğəmbər, biz səni göndərmişik Peyğəmbər, şahidsən. Sən yəni şahidin ulğusan. Səndə heç günə irad yoxdur, mübəşşirsən. Sən bunları vədi-i ruzhayı xoş verirsən, vədi-i qanunu xoş verirsən, vədi-i ahirəti xoş verirsən və huşlar da verirsən. Və daiyə dəvət eləyənsən Allah tərəfinə təbqi izni, dəstur və iznihi. Fikir edirəm ki, Quranda elə izn və məni dəsturdur. Onlar hətta ustadımız o Hacagildə ki, diqqət eləmirlər. Mən zəlləzi yəşfəu indəhu illə biiznih, o biiznə diqqət eləmirlər. İznində, mənasında da dəsturdur. Yəni şəfaət, tıpqı dəstur ilahidir. Allah deyəcək şafəyə, get filan işi gör. Nə ki, şafə deyəcək, icazə var, gələ icazələ şəfaətə. Xeyr, budur bax. Biiznihi, tıpqı dəsturu xudavənd. Və siracən munirən və sən bir çirağı nuranısən. Nur salasan tarikiyyə camiyə. Və bəşşiril mümininə dəvət eləyənsən Allah tərəfinə tıpqı dəstur ilahi bezneyi. Və çırağı roşəngərsən, tarikiyyə camiyəni roşən eləysən. İndiki bu cüdür və bəşşiril mümininə. Müminlərə də müjdə ver. Bəənnə ləhum minəllahi fəzlən kəbira. Ki Allah tərəfindən onlar bir fəzli kəbirə yetişəcəklər. Allah onların tərəfini tutacaq. Allah dünbala bəhanədir ki, onlar yaparsan behişdə. Mən muhtəqid olamamışam ki, Allah behişdi bəhaya verir. Muhtəqid olmuşam ki, Allah behişdi bəhaniyə verir. Barha bu Quranda çıxır ki, Allah aşıqı bəndələrdir. Dünbala bəhanədir. Büyünəm elə qoruşan razı da bunu ərz elədim. Güzel. Klasda bir adam istəyər, onlarla bir dərsin üstündə dayanmır, başqa dolanır. Hayır. İstəyər onlarla 11 ala bir cüzbənin üstündə bir 2 saat, 3 saat mürür eləsə eləyə bilərəz. Bəli, İstəyər 15 ala 2 saat, 3 saat yox. Təqribən bir 6-7 saat ölsələrlə məşq qoyur. İstəyər 17 ala gəlib bir 20 saat qoyur. Ona mən bəxtli 2 saat, 3 saat qoyuram, 20 edəcək qoyum 6 saat. Bəli, amma 20 olmağa gəlib bir 40 saat. Bəli. Xob. Təvəkkül edir. Yox, nəticə. Ərz edəndə, yəni zərəfləşdirdən zaman çox olur. Düzdür. Behişti, cəhənnəmdən qurtarmaq, bahanə. Düzdür. Biz cəhənnəmdən qurtarmaq. Bəli. İndi gəldin behişdə. Bəli. Behişti istəsən ərzələn kərimə işləyəsən. Bəli də. Biz demək, Ərzələn kərimə işləyəsən. mən qəbul edirəm fərmaişdir. Rədd eləmiyıq. Amma hədəf o ilə bizim nəzərimiz o cəhənnəmdən qurtarmaq idi. Beşdə məqamat var, bax görürsünüz, də oruç tutmaq, bəhanə dəyəcək. 17 saat ac qalmaq, ayətdir. Çox çətindir, bəli, siz burandır. Antiqə həramlar adama pişnad olur. İndi mən mütmənnə maddəşdiyi antiqə həramlar pişnad olur. İndi orada dayanmaq və o beşdə ələ gətirmək, bəli, olardı. Kamilən səhət fərmasız. Mən mənzurum bəhanədən, nə ki, aparım, məqamat-ı aliyə beşdə qoyarlar, bir də heç zadırlar, olmaz çağı. Gəh zəhmət aparırlar, siz düz durursunuz. Kamilən səhət fərmasız. Budur o yolda. 7 qapısı, 8 qapısı var. Dərəcatı var da. Bu yəni dərəcat. Bəli. O qabil inkar deyək ki, biz ola inkar eləmirik.
Quranda lap 8 dənə qapısı var. Bəli. Yox, Dəstələr. yox, bu dəstədə yox. Qapısı 8 dənədir, necə? 800 dərəcə. Anlaq bu ki, 8 dənə qapısı var. Quranda var. Abi canım, niye tələsən? Elə fikirlər ki, o ruhani əməl qılında در dünya dərəcat müxtəliflər. deyib də əleyhim dərəcatı. خب ولا تطع الکافرین و المنافقین یا رسول الله kafirlərdən, münafıqlərdən itaat eləmə. Aya itaat elərdi? Xeyr eləməzdi də onda peyğəmbər olmaz. İndi mümkün zehnindən də bir şey geçə. Ümdə bu dəstur münafıqlərə və kafirlərədir. Yəni fikirləmin ha peyğəmbər sizlərdən itaat eləyəcək. Münafıq gedin hesabınızı gedir. Və də və bəlavə də və rəha ilə əzahum olan əziyyətlərinə elə fikir eləmə. Bu olan əziyyətlərinə elə fikir eləmə iki üç mənası var. Bir budur ki, yəni olan əziyyətin ciddi tutma. Məsələn, fərz vur, indi bir dənə uşaq gəlir adamı məsələn dişliyə. İynədir, bu öldürür. Uşaq bir dənə məsələn iynə batıyla adam qıçına. Baxsa biraz kiçik olanda. Uşaqdır da. Caqdan uşaqlar təzə diləsəndə bəzən pərtüpəla deyirlər. Bilimlər ki, yaman zat deyirlər. İş adam narahat olur, bəzən bətər söynürlər, ha, gülürlər ki, bu məsələn babasına dedi eşşək. Ciddi ha, diləsəndə. İndi təzə diləsəndə. Yaxşı, uşaqdır, ciddi tutmuyor. Bunun bir mənası budur ki, bunlar hesaba qoymadı, bu adam deyirlər. Uşaqdır da. Heyvandır. İt o da hürü. Biz yoldan geçsəndə bir dənə it hürə. Bir dənə adam hürə. İt hürəndən aradı bu. İtli hürə də. Deyib, adamdakı hürü, o it hesabla. Cir vermə. Bu bir mənası. Də əzahu. Geç bax. Dayanma. İtinə, itli eləməyəcəksin. Da o sənə tohin eli yaman deyil. Sənə dözəcək, hesabı yetişəcək. Baba, itdir bu. Sən də qeydəsən, it hürüyü, sən də qeydəsən, itə hürəcəksən, haf eləyəcəksən itə. Yox, yaraşmaz. Bəs bu insanlar da ki, it olur, it olmur. Çox mühüm mənası. Də əzab. Bu bir məna. İkinci mənası budur ki, də əzahu. İkinci mənası ondan balatərdir. Fikirləməm bir yerdə görmüş olasın deyəcək. Yəni, geç olan əziyyətindən istəmək olaraq cavab verəsən. Daşat, elə o birisidir, onda kullə. Yəni, oradan ki, məqdurdur, geç bax, yəni təslim tutmaq üçün tutasa ola, tənbih eləyəsən. Deyəsən, ya Allah, gəlin, hədd icra eləyəcəm. Siz Allahın həramını həlal elədiniz, ya Allah, başlayaq. Bəs neynə? Və təvəkkəl ələllahə, Allaha etimad elə. Və kəfə billahi vəkila, kafədir ki, Allah adamın vəkil ola. Və ayət cəlil adamın vəkil ola. Yox. Məndən salamiyyəti, dinədir ki, deyirlər ki, baş soğuqsan, ha? Yox. Bir var ki, ayət cəlili hər əziz dostumuzdur, vəkil ola, baş soğuqluq eləyə. Bir də məsələn, sabah mühakimədir, bu gep müsafirətə. Bir də var, Allah adam vəkil ola. Aşağı dəyişindəydi. Həndə, məsələn, olsun, qeyri-müstəqim yetiyərlər. Bir oldu şeyler, mesela eşlerinden özvə alma, bir de özvə aldan Güzəşt elə? Bəli. Və bir də ağalıq elə də, niyə tutsan təmir, uşaq, uşaq məsələn sancaq batanda, duyub onu öldürürsə. Və mütəəssifənə bəli. Qanun geçirlər də. Bu qanunlar Quranda yoxdur. Bu qanun həmandakı digər Səlman Rüşdini terörlədir. Həman Peyğəmbər başdan şül töküdülər. İndi duysun görsün ki, onun şiyələr neyini? Ben ama Peygamber dedim. Bir nefer Peygamber'e yaman demişti. Muhammed'e yaman demişti. Sadece demişler. Bir nefer de rehberler yaman demişti. İlla. Xab. Siz saat sabah deyib orada sorduğum müştəhidləmə bir şey ələcək. Bəli, keçən həftə sərihəm fətva verib Surinin. O Ərəbistan'da. Siz
elə... Mən əslən onu mətn oxumuşam internetdə və onu da hamamı deyim. Əvvəla mən qəblər onun evşitəsini oxumuşdum, Ayə Rəfsənzani zamanı, Ayə Xatəmi zamanı. Adım zilə yadımdadır. O taza fətva deyir elə, bir iddə Tündüroğlu. O Tündüroğlu qəblər. Yox, taza həftə deyib ki, bu Minadan sonra bax. Minanın bərnaməsindən sonra etiraz ediblər, sərihən gəlib fətva və Ərəbistan lap dərəcəyə müştəyidir ki, şiələr kafirdir, onlar öldürmə bizə müşkili yoxdur. Məli səkin görə. İşi bir dəfə Üç dənə keşmədi, Iraq. Suriye, 5-6 tane. Yok baba, Üç tane. o yüzükler o cümleleri yazmış, o eserin sultanı. Sonra Hatimi'den sonra da, sağlıkları ayman yüzükler, Mehce, çok da, ne oluyor? Baba, o 10 il bundan qabaq 20, 30'da 28 dənə müşaviri Şah-ı Ərəbistanın 24'ü sərihən fətva vermişlər ki, şiələr kafirdir və onların öldürməyə ya vaziyetiyə belə işqaldır, yadımdan çıxıb. Ay Rəfsən, Ruznamədə mən kəsib saxlamışdım. Ay Xatəmi Rəsul oldu, Ay Rəfsəncanı, ondan ötürü duydu getdi Ərəbistana. Hələ o zaman məmnunluqunu sizlərdir. Axı, Ay Rəfsəncanın müşkülatı var. Ay Rəfsəncanın 2 tərəfə müşkülə var. Deyir ki, əzizləri, beynəlimləri, bir də İranda indi müşkülə var. O zaman azad edib getdi ki, bu fətva, bu aşikar edibsiz, müşkülatı var, sabah həccilər falan da bizlər. Mən onda Ruznamada şərif saxlamışdım. İndi də biləndir. Xoş. Usta, o məb nasıl bilirsiniz nə qədər? Mən nasıl biləyim? Nə qədər? O deyir ki, Elə mi sən qalmışsın? soğuşur. Yox. Nə sən? O məbnası var. Ay Qasım, sən təşkilat ver. Yox, mən də Məbnai fikrisi... İndi burada bəhs alacaqdır. Məbnai fikrisi... Deyir ki, hər kəs dinə bir şey artıyor. Dinə bir şey əskildə kafirdir. Şiələr dinə artıyıblar. Çün dinə artıyıblar kafirdir. Məbnai fikrisi. Bedət. Bedətlər kafirdir. Xoş. Çox rahat deyil. Mən demədim. Xoş. Ya əyyəhəlləz... Ya əyyəhəl-ləzine amenu. Ey müminlər. İzâ nəkəhtumul mu'minatı. Vəqti müminə xanımlarına izdivac elədiniz. Sümmət həlləftumuhunna. Sonra təlaq verdiniz onları. Min qəblə ən təməssuhunna. Qəblə qamisiş. Fəma ləkum əleyhinnə min iddəti. Lazımdır ki, bu xanım iddə saxlayan. Tətəddunəha ki, onda siz hesabını yetişərsiniz. Mətələ xəşxəş qoyarsınız, almarı tutasınız. Fəməttihunna xanım ki, qəbləz. Tətdunəha nə mən oldu? Lazımdır ki, iddəni sayasınız da, almarı tutasınız. Şümarış qoyarsınız. Bəli. Ədəd kəlməsindən deyir. Fəməttihunna bu xanımı ki, boşuyursuz qəbləz amiziş, əqd edibsiz, amiziş eləmirsiniz. Onların qəşək bəhrəməndir, bir məhiyyəsini verin və sədəhuhunna azad qoyun. Sərahən cəmilə, olaya müşkili icad eləməyin. İki növ tələf var da, əqd kərdəni ikinci tələf vermək olar. Bir qəbləz təmas, bir bədəz təmas. Çox vaziyetdir, qəbləz təmas fikrimizdə var. Nisbi məhliyə təalluqda bu, bədəz təmas, kullu məhliyə. Bu, Quranda yoxdur bu şey. Deyir ki, vaxtında izdivac edib, özcə əqd edibsən, tələq versən, ağa mənşanə olsun rəvişin. Ya əyyəhən nəbiyyə, ey Peyyambər, inna əhləlna ləkə əzvazəkəllati atətə ucurəhənnə. Ya Resulullah, hər hansı xanımın ki, məhriyəsini versən, yəni əqd olubdur, orası həlalundur, eşkəs bir irad tuta bilməz və ma bir də o kəmizləri ki, mələkət yəminə sən ona sahib olubsan. Mimma dər cərəyan əfəəllahu qənayim.
qənimət cəngidə olsa xanım, o da sənin həlalındır. Və bənat əmmişə. İndi az cümlə əfradi ki, oranı izdivac edə bilsən, indi elə əm qızıdır və bənat əmmatişə ki, Zeydin xanımızdır oradandır, əmmə qızların və bənat xalicə, day qızların və bənat xalatişə, xala qızların, əllati, məxsusən onlar ki, hacərlə mərkəsənlə mühacirət elədilər. Yəni, bunlar mömindirlər. Bir də vəmrətən, müminətən, bir də o xanım sənə həlaldır ki, in vəhəbət nəfsə halin nəbiyyə. Gələ özün heberyə. Ki, deyil, ayətullah şərəflərin mucidində bu cür olub, mən bilməyəm. O zaman eşidərdik, xişaf zamanı. Bir dənə xanım gəldi ki, yarasılan, mən özümü heberədim, mən sənin. O da sənə həlaldır. Ərq oxumazsın ona. Yoxdur, hebə əxd. O zaman Peyğəmbərin oğlu dinlərdir. Bu, izah edir. Əxd, Quranın əxd yoxdur. Əxdə fərqliklər çıxır. Əxdə fərqliklər çıxır, Quranın əxd yox. Böyüksüzdür, əslən yox. Qərarda, bir də yazılsın, iqrar, etiraf. Bu əqdi, fuqahan çıxardı, qooperativlər, su istifadələn qabağa alınsın. Heybə elədi. Tamam. İn əradən nəbiyyü ən yəstənhiha. Məşrud beyin ki, qulasın. Məşrud beyin ki, Peyğəmbər, qulas Musa. Məşrud beyin ki, Peyğəmbər iradə edir ki, onu özünə xanım eləyən. Da xanım olmasa yox ha, deyər hələ 3 gün keçəcəz yoxsa, olmasa, olda yaşır. Xanım, izdivac budur var. Bir şərtilə həlal olur özcəyən xanımsı adama, özcəyən qız adama. Çadan, vaqən istəyəndən zinləcanını edir. Xanım edir. Yoxsa, yaşlıq eləyər, fahişələrin fərq olmaya da olmaz. İndi bu da bu ki, xalisətən ləkə min dunul müminin. Xalisətən ləkə min dunul müminin. Deyir, sabahlama eşitədə bu cür olmasın. Bu Peyğəmbərə fəqət məxsusdur. Çünki biz bilirik, Peyğəmbər su istifadə eləməz. Yoxsa bir dənə qız yesə deyək ki, mən özümü heyb eləmişəm, olmaz. Ola kəhkələrlər, düzgün məsələn, bir yerə səbt olardır. Ləbt olar, o cür məsələ icra olar. Qəd əlimna ma fərəzna ələyhim fi əzvacihim və ma mələkət əymanuhum likəyla yəkunə ələkə hərəcun. Buyurur ki, biz qəblən də bilidik qəziyyəni. Ma qəd, bəli, əlimna, biz bunlara ağaduq, ma o zada ki, fərəzna ələyhim fi əzvacihim və ma mələkət əymanuhum. Deyir, biz tamam bu qəvaninə ağaduq ki, nə mənəni biz mərduma qəblən vacib eləmişdik əzvacların mordində və nə mənəni vacib eləmişdik, caiz eləmişdik dər mordi milki yəminləri. Yəni, bu əhkamı biliyoruz. Ona görə bu cür sadə tutuyor ki, lekəyla yəkunə ələkə hərəcun, ta sənə bir müşkili gəlməsin. Toyu parantez dər zəmini nübuvvət. İndi Peyğəmbər nübuvvəti icab edib ki, gəlsin oradan müdaxil eləsin, padərmiyan eləsin, Zeydin müşkilin həll eləsin, Zeynəv gəlsin ona xanım eləsin. Bu biz səlah dedi Peyğəmbərdir. Peyğəmbərin səlah dediyi, bu da mərhum Peyğəmbər bu özü səlah yox da bu şey. Nübuvvətinlər irad icad edildi. Allah o nübuvvət, onu, o izdivacı orada səlah bilməklə o müşkil nübuvvəti həll elədi. Bu cümlə mənası budur. Və qanunları... Düşünə bildik ki, Peyğəmbər də qafili günahadır, günah eləyərdir. Müntah Allahın itaatı saxlaması onu günahdan saxlayır. Peyğəmbər günah eləyə bilərlər. Peyğəmbər günah eləyə bilər ki, Allah bir miqdan özü saxlayır, bir miqdan Allah'ı. Allah müstəqimən saxlayır. Allah müstəqimən saxlayır. Allah Peyğəmbərin günah eləməmanın iki dənə amili var. Bir özü kontrol edir və də hamı sözdür. Allah onu hepsi yazır. Allah onu məxsus hepsi gözlər. Selamun aleyküm və Muhammedəki aymanı bir teyfət deyir ki, bu həman siviqə olur. Yox, siğədir. Muamələkət əymanıkum bərdədir ki, bazarda satırlar. Ya cəngidələ düşün. Bəran ki, bu bərdə vəziyyəti ki, bəd olub. Bədtər olması müsəlmanlar icazə verib ki, onu alsınlar, üzrənə xanım eləsinlər.
Elə olanda almağa və mənzili bu şey ona halal olur. Həmin əqdələrdir, siğələrdir. Bəşərçi beqəsdi izdivac olar da, beqəsdi dedim, fəhşa yox. İndi aya siğə də bu cür ola bilər. Bu zaman kim təşxis verir? Kimi? Beqəsdi izdivac. Niyə o vaxt Fərd özü ilə Allah, ayrı adam yox. Dövlət də mümkün bir qərardatları qoyar, o da təşkil edir. Əsas özü ilə Allah arasında. Yəni özü ilə Allah'a. Hər şey sənin baxışı gələcək bir. Qardaş, o fərd bilmir ki, istəyir bu da yaşlıq elə ya özünə xanım eləyə. Özü bax. Sən yox. Baba, adam öz başına diqqət eləməyəm. Baba, diqqət eləmirsən, xanım işçidir. 3 cüydür, 4 cüydür. Bir formada... Xanım eləyə, elə bir şey ki də ərd elər. Niyə siqə deyilir? Əgər imkanatı olsa, şərait icrası edərdə. Elə buna bənzəyirsən ki, sən elə bir buna bənzəyirsən. Deyirsən ki, adam istəyir özünə ev istəyir, hətmən yaşıda aladır. Ay yaşa. Hə, icarə eləyənməsin. Ustad, xanım yox. Yox, bax. Beləcə, acəm bir şey deyil. Baba, sən məndən danışsan, bax. İndi neçə növ ev sahib olmaq olar? Rəhm edəyəsən. Ustad, icarə eləyəsən. Axı, bax. İkisi var. Bir daha söz deyim. Sizin pulunuz vardı. Yoxsun. 1 milyon. Yoxsun. 1 milyona həm ev verirlər. Yoxsun. Alabilir. Həm icarə. Yoxsun. Siz deyirsiniz icarə. İcarə pul lazımdır. Niyə səhv edir? Hər az 1 milyon ev ala bilər, almaq üçün icarə edər. Genel o 1 milyon o biçimiyor da alamayacaq. Oğlan, mən istəyən vəliyyət otuyam, 2 il otuyam. Daşı istəməm ki, 40 metrdə gedəm otuyam o da. İstəyən vəliyyət otuyam, o pulu ki, verəcəyim orada alam, bu da icarə verəyim, bu da rəhn verəyim. Şəraitim icra verəyim. Bir dənə siyasi adamam, bir dənə milli mihənlər adamam, bir dənə fərhəngi adamam, bir var ki, mən gəlib 40 metrdən gətirəcəklərsiyə, bir də var vəliyyətin filan ilə gətirir. Xanım olmaq, yəni siz istəyirsiniz. Sən sabiqən onunla bir dənə zilis, heç sərk bizimlə canlı. Baxın, qulaq olsun. Yox. Ondan bir dənə uşağız olur. Yox. Bu hər gələr bu iç, indi fərqli. Siqə, Mən istəyəm, bizim də canlılarla müşahım olmaz. Mən bir istəyəm, bizim də canlılarla müşahım olmaz. Şirkəti sahamıdır, qərardat bağlayalım da. Etibar, izdivac, əmri etibaridir. Baxın, biz vaqiyyətdəyək da, o içində İranda mənai siqə var, mənai ləzzət edir. O düzdür. O səhə qoyar. Əmma o Və İranın siğələri İranın siğələri %99 yaşlıqdır. Niyə ən yaşlıqdır? %99 Siğənin adı nə belə? Əsas da zinadır o. Yox, mən zina deməyəm. Yox, mən zina deməyəm. Yəni o su istifadədir. Amma istifadədir. Onun adı nə mənədir? Siğənin adı nə mənədir? Dəqiqən desəm o da bu qəşəng sözdür. İstifadə etmək. Əsas siğə yoxdur, bu qəşəng sözdür. Havay bəklər, bu da siğənin adı nə mənədir? Mut'a, izdivac vaqqət. Mut'a yəni istimta eləmək, ləzzət aparmaq. Ləzzət aparmaq. Zininəminin özü, mən bunu demişəm, aşağı da mənim doluyub qoynuma. Baxın, bir siqədə tahətdir, bir dənə məsuliyyət gəlir, xanım 40 gün gəlir, iddə saxlır. Yəni bir uşaq ehtimal olmuş olsa olsun da, qarışmır özgəyə, bir balaca məsuliyyəti var. Allah hamısı həll olur. Əvvələn ki, siqə də bir dənə mörtəbəl hədisdə, hər sən siq istəyir, gəl bir dənə siqə verən, onun üçün bir daha siqə edir.